Salamlar, saygılar, değerli ve sevgili arkadaşlar. Aziz Azərbaycan Türk milləti, dünyanın hər bir yerini bizi görüb və eşitirsiniz. Xoş gördük. Yeni bir danışıqla qulluğunuzdayıq. Necə ki, öncədən də anonsumuz yayılıbdır. Bir dəyərli siyasi, ictimai fəalımız Quzey Azərbaycanımızdan ya Azərbaycanımızın o hissəsindən bizlə bərabər olacaqlar. Dəyərli ziyalımız Sayın Şahin Əliyev cənabları demək olar Azərbaycan Əbədi Birlik Başkanı və siyasi ictimai fəali. İnşallah efir otağımızdan mən rica edirəm Sayın Şahin bəy yuxarı gəlsinlər və biz Salam Şahin bəy, sizə çox xoş gördük. Öncəliklə təşəkkürümüzü bildiririk, bu çağırışı qəbul edirsiniz və varsınız. Şahin bəy, buyurun özünüzü tanıtdırın, salam eləkiyiz olsa. Mən bu demək olar oruçluq bayramını sizə və bütün müsəlmanlara, dünyada yaşayan əziz səpələnmiş Azərbaycan Türk millətini dünyanın hər bir yerində olsunlar. Onlara təbrik qutlu olsun deyirəm. Buyurun sizdən işlək, özünüzü tanıtdırın və hansı təşkilatla, partiya ilə ya ancaq təşəkkül adını nə qoysanız siz bilirsiniz. Tanıyaq da qonumuza keçək. İlk olaraq əziz və dəyərli Araz bəy, sizə Quzey Azərbaycandan, bütöv Azərbaycanın bir hissəsindən, Bakıdan sizə sevgi və sayğılarımı çatdırıram və eyni zamanda da bu Azərbaycan Səsi televiziyasına xüsusi təşəkkürümü bildirirəm ki, məni qonaq etdiniz. Buradan bütün Türk müsəlman əhalisinə Ramazan bayramı, mübarək Ramazan bayramı münasibəti ilə təbrik edirəm və bunu qeyd edim ki, mən Azərbaycanda Əbədi Birlik Gənclər İctimai Birliyinin, Əbədi Birlik Təşkilatının başqanıyam. Eyni zamanda da bir sıra Türk dövlətlərində fəaliyyət göstərən bir sıra təşkilatların da idarə heyətinin yönetim kurulunun üzvüyəm. Məqsədimiz, amalımız turancılıqdır, turandır, milliyyətçilikdir və eyni zamanda da bütöv Azərbaycan mövzusunda fəaliyyətlərimizi davam etdirməkdəyik. Sevgilər, sayğılar Bakıdan. Bəli, təşəkkürümüzü bildiririk dəyərli və əziz Şahin bəy. Öz təşəkkürümüzü bildiririk bu demək olar bilgiler hakkında üzücə görə bildirdiniz. Şahin bəy, buyurun Güney Azərbaycan haqqında, bütöv Azərbaycana görə dediniz, ancaq fəaliyyətiniz var, çalışmalarınız var. Sizin bu təşəkkür nə zaman quruldu və Güney Azərbaycana görə hansı addımlar atırsınız ya demək olar Azərbaycanın bütöv yaranmağına görə? Buyurun, bunları biz sizdən eşidirik. Eynən, biz Əbədi Birlik Təşkilatı olaraq 1 avqust 2021 ilində yaranmışıq və təşkilatımız dediyim kimi turancılıq, milliyyətçilik, şəhid və qazi ailələrinə mənəvi dəstək, eyni zamanda da Türk dünyası gənclərinin bir çətr ətrafında birləşməsi üçün çalışmaqdadır. Güney Azərbaycan mövzusunda bir sıra layihələrimiz keçirilmişdir. Bizə də bu mövzuda ən böyük dəstək verən şəxs Güney Azərbaycan Demokratik Türk Birliyinin başqanı, bizim dəyərli böyüyümüz, dəyərli dəstəkçimiz Əjdər bəy Tağzadə olmuşdur. Onunla birlikdə biz bir sıra layihələr keçirmişik. Güney Azərbaycanın haqlı səsini dünyaya tanıtmaq üçün, eyni zamanda Azərbaycan gənclərini aşılamaq üçün bir sıra layihələr, bir sıra tədbirlər keçirməkdəyik. Eyni zamanda da biz Azərbaycan, Türkiyə, Özbəkistan, Kuzey Kıbrıs və digər Türk dövlətləri ilə də bir sıra fəaliyyətlərimiz olmuşdur. Bizim Kuzey Kıbrıs Türk dövlətinin, Türk Cumhuriyyətinin tanınması məsələsində bir sıra töhfələrimiz olmuşdur və eyni zamanda da Kuzey Kıbrısın ilk dəfə Azərbaycan-Kuzey Kıbrıs arası dostluq qrupunun ilk rəsmi toplantısında, Kuzey Kıbrısa ilk rəsmi səfərində də həmin heyətdə Əbədi Birlik Təşkilatı olaraq və oranın həmin təşkilatın başqanı olaraq həmin səfərdə mən də iştirak etmişəm və həmin rəsmi səfər sırasında da bu tarixi səhnəyə şahid olmuşuq. Digər tərəfdən də biz hal-hazırda istəyirik ki, bizim güneyli qardaşlarımıza biz də bir ruh yüksəkliyi verək. Azərbaycanda fəaliyyətlərimizlə onlara bir motivasiya verək, onlara bir öz motivasiya hisslərimizi aşılayaq. Çünki onlar həqiqətən illər keçməsinə baxmayaraq, Gülüstan müqaviləsi, Türkmensay müqaviləsindən illər keçməsinə baxmayaraq heç bir zaman yıxılmadılar, heç bir zaman sınmadılar. Azərbaycan məfkurəsini, Azərbaycan ideologiyasını tam şəkildə
öz daxillərində yaşatdılar və hal-hazırda da yaşatmaqdadırlar. Yəni belə. Bəli, Şahan bəy təşəkkürümüzü bildiririk, sağ olasınız. Şahan bəy, bu son olaylarda Güney Azərbaycanın Urmu şəhərində olayları zənn edirəm siz də yaxından izləyirsiniz, yaxından diqqət alıbsınız. Bu olaylara görə Güney Azərbaycanda rejimi Cümhuriyet İslamının apardığı prosesəyə görə ya bu kütlə məsələsini necə dəyərləndirirsiniz, necə görürsünüz? Sizin baxışınızdan bu məsələnin sonu necə ola bilər və əgər bir gün demək olar İranda böyük bir olaylar baş versə, burada sizin tək ziyalılar, təşkilatların, partiyaların ya sonunda dövlətimizə gələk, dövlətçiliklərimizin görəvi nə olur? Eynən, ilk olaraq bildiyimiz kimi, sizin də dediyiniz kimi 2025-in mart ayında bu Novruz ərəfəsində, Ergenekon bayramı zamanında Urmiya şəhərində geniş miqyaslı tədbirlər keçirildi. Amma heyif ki, Kürd qövmü, Kürd irqi orada bir sıra aksiyalar keçirməyə başladılar. Yəni ilk olaraq bunu deyim ki, biz Azərbaycan türkləri olaraq heç bir irqi mənsubiyyətinə görə heç bir zaman heç bir irqi alçatmamışıq. Biz Kürdə də, Laza da, Çərgəzə də, Talışa da, Ləzgiyə də həmişə bir yerdə olmuşuq. Amma Urmiyadakı Kürd qövmü neynədilər? Dedilər, Kürdistan məsələsini gətirdilər. Amma hansı ki, olmayan bir Kürdistanı orada onlar çağırışlar etdilər. Novruz bayramında, Ergenekonda bayram abu-havasını pozdular. Urmiyada bildiyimiz kimi tarixi Azərbaycan torpağıdır. Urmiyadakı Azərbaycanlılara, Azərbaycan xalqına qarşı bir növ Türk irqinə qarşı problemlər yaşatdılar. Və bununla nə oldu? Güney Azərbaycanlı türklərimiz, bizim dəyərli qardaşlarımız meydanlara çıxdılar. Urmu türkündür, türkün qalacaq dedilər. Başqaları yalandır, Urmu Azərbaycandır dedilər. Şəhidlər ölməz, vətən bölünməz dedilər. Çünki biz illər boyu o torpaqlar üçün şəhid qanları tökmüşük. Eyni zamanda da orada nə dedilər? Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq. Çünki bizlər kökümüzü unutmamalıyıq. Bizlər Babək Xürrəmidinin soyundan gələn insanlarıq. Bizlər Babək kimi igidlər orada qan axıtdılar. İgidlər heç bir zaman qarşı tərəfə baş əymədilər. Amma nə oldu? İndi də həmin onun övladları, həmin Babəkin soyundan gələn bizim dəyərli qardaşlarımız digər qövmlərə qarşı baş əymədilər. Çıxdılar meydana. Eyni zamanda da bildiyimiz kimi hər zaman bizim dəyərli güneyli qardaşlarımız hər zaman bir söz deyirlər. Deyirlər ki, haray haray mən türkəm. Haray haray mən türkəm deyə heç bir zaman öz mənsubiyyətlərini itirmədilər. Və buna görə də bütün güneyli qardaşlarımızı sevgi və sayğı ilə buradan salamlayıram, öpürəm, bağrıma basıram. Digər tərəfdən də biz buradan digər bölücü qruplaşmalara da bunu demək istəyirik ki, bölücülük etməyin. Bizlər bölücü radikal milliyyətçilərə qarşıyıq. Bizlər irqçilərə qarşıyıq. Bizlər irqçi deyilik. Bizlər milliyyətçiyik. Milliyyətçilər olaraq biz hər bir kəs yəni öz millətini üstün görmək istəyir. Məsələn, biz türkük, türk olaraq öz millətimizi daim öndə olmasını istəyirik. Amma biz irqçilik edib digər millətləri əzmirik. Digər millətlərə qarşı protestolar etmirik. Bu minvalla da güneydəki bizim qardaşlarımızı sevgi və sayğı ilə salamlayıram. Onları öpüb bağrıma basıram və digər bölücü və burada da deyəcəm, PKK uzantısı Kürdlərə qarşı buradan çağırış edirəm. Özünüzə gəlin, bizim qardaşlarımıza qarşı orada Kürdistan və s. xəyalı ilə, hülyası ilə yaşamayın. Sizə İraqda Kürdistan əyaləti verilib. Bu sizin bəsinizdir. Dövlət olmayacaqsınız. Kürdistan dövləti ola bilməyəcəksiniz.